Salamı təqdim edeyim sizə. Eldar Məmmədbəyli, kimya elmlər doktoru, professor, Respublikamızın tanınmış ziyalısı, nəinki Respublikamızda Eldar müəllim dünya şöhrətli bir kimyaçıdır demək olar ki, müxtəlif sahələrdə fəaliyyət göstərib, əmək fəaliyyəti müxtəlif yerlərdə olub, amma əsasən özünün taleyi elmə bağlayıb, həm də ədəbiyyat sevər bir alimdir. Təqdim elədim. İndi özünün bizlə bölüşməli fikirləri var, onu dinləyək. Buyurun Eldar müəllim, siz münasibətinizi bildirmək istədiniz Cənubda olan hadisələrlə bağlı, ümumiyyətlə, yox ki, təkcə Cənubda, İranda hadisələr baş verir, cərəyan edir neçə vaxtı. Bizə deyirlər ki, biz balaca millətik, balaca dövlətik. Mən bu məsələyə dözə bilmirəm. Alimini, ziyalısını, akademikini dindirirsən, elə deyir, biz balaca millət. Eldar müəllim, dövlətin ərazisinin balaca olmağı, millətin balaca olmağına əsas vermir. İki sayılar millət balacadır. Nizamisi olan 11-ci əsrdə dünyaya meydan oxuyan bir yaradıcısı, şairi olan bir millətə deyərlər, balaca millət. Söhbət o sərhəddən getmir. Bir halda ki, məsələn, heç olmasa azacıq bir tarixi, azacıq kim olduğunu bilməlisən. Təkcə qabağı demirəm. Mən indi sizlə görüşməyə gələndə qabaqda məndə bir kitab var da, əlimdə oxuyurdum. Təkcə son 500 il götürür. Bu 500 ilin ərzində, yəni təmiz qanlı Azərbaycanlı neçə dünyanın fəth edən, böyük hissəsini fəth edib idarə edən imperatorlarımız olur. Sayaq da, Şah İsmaildən sonra gələnlər, Təhmasib, Şah Abbas, Nadir Şah, Qacar, özü də bunu biz demirik. Bunu, məsələn, mən Azərbaycanlılarla həmin bu nəhəylərin haqqında yazılan yazını bizimkilərdən mən oxumuram. Çünki hər hansı bir məsələdə ya qorxurmu, ya onu ağır məsələ dəqiq hamısı biləsən. Bir müddətdə Sovet ideologiyasının təsirində olublar deyə, hələ o təsir tamamilə çəkilməyib, o qorxu, o xof getməyib. Yəni, o cür bəşəriyyətə bu boyda nəhəngi verən millət necə yəni balacadır? Biz balaca deyirik bu millət. Bu özü də biri var indi. Bir Türk sözünü deyəndə də biraz narahat olurlar. Azərbaycanlı, indi biz ona deyək ki, təkcə bu olan. Amma son 2000 ilin ərzində bir balaca nəzər salmaqdır tarixə. 2000 ilin ərzində bütün buranı idarə edənlər hamısı Azərbaycanlılar, Səlcuqlarda da olan da o biri, bu biri. Nəsə, bütün bunların hamısını, məsələn, Tamxin müəllim, biz sizinlə həmişə söhbət eləyəndə bilirdik. Amma ürəyimizdə bu arzular olub. Amma indi dünyanın yeni düzənini düzəltmək istəyənlər də deməli bu saat yaranmış vəziyyətdə. Bizim üçün elə bil müəyyən bir balaca şərait yaranıb, bu həmişə olmur ki. Yəni Azərbaycan özü də elə yerdə yerləşmişik ki biz. O təzə bunların fikirləşdiyi düzənə də biz uyğun gəlirik. Ağılla, dərrakayla, dərinliyinə qədər bunları özümüz başa düşüb, özümüz bundan istifadə eləsək, dünya bizsiz onu həll edə bilməz, mümkün deyil. Hara fırlasalar, bu buradadır, bu epicentr buradadır. İndi tarixə nəzər salıq, gör, qısa bir müddətdə bizimkiləri nə dərəcə bu günə salıblar ki, İrandan gələn o söhbət eləyir Azərbaycanı, deyir ki, bizə bu yaxınları qədər deyirlər ki, Azərbaycanlılar, yəni türklər şeir yaza bilməzlər, roman yaza bilməzlər, elm inkişaf elətdirə bilməzlər. O fars dilində qabaqlar şairlərimiz yazıb, oradan da qaynaqlanır da bu söhbət. Orada farsların təsirində olanlar hələ hiss eləmir. Burada bizi rusca danışdırdıqları kimi orada da onları farsça danışdırırlar deyə onlar özün... Bu danışdırırlar da olar. Amma heç olmasa yalnız ona görə də bu məsələdə indi hər birimiz şəxsən, mən də bilirəm siz, məsələn, elə bizim ideyamız budur, bütün Azərbaycan, biz bir yerdə sizlə həmişə bu məsələləri söhbət edirik. Yəni, bu barədə yazılarımız da olur. Məsələn, mən olduqca narahatam. Məsələn, sizin qəzetdə də mən çıxış eləmişəm orada Ukrayna məsələsində.
burada Ukrayna deyirəm bizim də əvəzimizdən, hamının əvəzindən bir yerdə olur və biz o məsələyə də elə baxmalı deyilik. Dünyanın bütün bu qlobal məsələlərin, problemlərin həll olmasında və bütövlükdə mən hesab edirəm ki, özü də indi real baxsaq məsələyə doğru baxılsa, indi hazırki vəziyyətdə o ölkənin, İranın, yəni indi o dövlətin indiki vəziyyətdə idarə edə biləcək, bu vəziyyətdən çıxarda biləcək, içəridə olan əsas qüvvə Azərbaycanlılardır. İstər elmi baxımdan, bütün məsələlərin baxımından və bircə burada o siyasi oyunları oynaya bilmək, onu görmək, qorxmamaq. Yəni Azərbaycanlı heç vaxtı ölümdən də türklər, bu dünya hamısı bilinən şeydir, qorxmuyurlar. Bu adamları bircə deməli, birləşə bilsək, bu məsələləri həll edə bilsək, ancaq ta indi bizdə son sözdür, bu son vaxtlar bu söz çox geniş yayılır, bəyəndiyim sözdür. Yenə biz bir yumruq kimi birləşməsək, həm bu Azərbaycanlılar, türklər o məsələni biz həll edə bilmərik. Bütün xırda şeyləri atmaq lazımdır, mən hesab edirəm. Eldar müəllim, o qorxmaq söhbəti yoxdur. Ümumiyyətlə, türk adı olan yerdə qorxu söhbəti ən axırıncı çəkiləcək sözdür. Sadəcə bunlar tarix boyu, ötən 100 ildə, 1925-ci ildən üzü bəri neçə dəfə qalxıblar, dövlətdə qurublar həm də, amma o başlarına gələn təcrübələrdən nəticə çıxardıblar indi. Buna görə ehtiyatla davranmaqda fayda var. Düzgün eləyirlər, doğru hərəkət eləyirlər ki, özlərini güdaza vermirlər. Görsünüz nə qədər qırılır. Onlara mən demirəm, ümumiyyətlə deyirəm. Mən, bax, sizin qəzetdə olan yazımdadır demişəm. Biz, bütün bu, bir dəfəli bizim o, deməli, bizim o cavanlar, o gənclər, o bizim o, deməli, bütün o qəhrəmanlarımız, qazilərimiz, şəhidlərimiz, Allah rəhmət eləsin. Dünyaya sübut elədilər, sonuncu bax o yazıda da mən yazmıyorum. Dünyaya sübut elədilər ki, bilirsiniz nə gündə yazda gəlir, dünyada hamı deyir, erməni qəhrəman gəlib bu millət Azərbaycanlılarla vuruşur, nə bilim, onların generalları, nə bilim, nələ marşallar. Amma bizim həmin bu, deməli, ağıl adamlarımızla hesab olur. Bizim o cavanlarımız, bizim o igidlərimiz, hamısı bütün dünyaya sübut elədilər ki, erməni qoçaqlığı, erməni qəhrəmanlığı yoxdur. Azərbaycanın qabağında o danışa bilməz, Türkün qabağında o danışa bilməz. Deyir, anlasın, ana torpaq anlasın vətən, müsəllah əskərəm mən də bu gündən. Məsələn, mən bu yaşımda, məsələn, yaşım var, mən bu yaşımda lazım olsa lap fiziki cəhətdən gedib orada vuruşa bilməsəm, əskərlərin yanında durub, deməli, söhbət eləməyə, biz kimik məsələsini daha yaxından daha söhbət eləməyə hazıram. Başqaları bəzən mənə deyirlər, sən bu yaşında deyirəm, yox, mən həmişə bunu gözləmişəm. Bunu gözləmişəm ki, bu gələcək hardasa və sizi kimi adamlar, bütün bunların hamısı, bu məqamda hamımız yenə də deyirəm, bir yerdə bizim bu məsələnin yolunda hər cür məsələlərdə iştirak eləməliyik, çalışmalıyıq. O xırda məsələləri unutmaq lazım. Orada kifayət qədər güc var, insan resursları kifayət qədərdir. İran əhalisinin əksəriyyəti türklərdən ibarətdir. Tədqiqatçılar faktlarla sübut edirlər ki, orada ən azı 43 milyon türk mənşəli əhali var, Azərbaycan türkləri. Bəli. İndi sadəcə farslar biraz şovinizmlə insanları öz hüquqlarından məhrum edirlər. Onun uğrunda da elə Pezeşkiyan gələn ilk vaxtdan söz verdi ki, biz insan haqlarını bərpa eləyəcəyik. Azərbaycan türkləri öz dilində dərs alacaq. Hələ ki ona doğru bir addım atılmayıb, amma İnşallah ki, ona da nail olacaqlar əmin-amanlıqla, dincliklə. Belə güman edirəm mən. Elə danışırlar, bəziləri fikir verirsiniz, orada 6 dövlət olacaq, nə bilim nə. Mən hesab edirəm ki,
dünya da bunu, dünyanın o talihini fikirləşənlər başa düşməlidirlər ki, Fars işləyir, bütün bu indiki dövrdə Fars onu idarə edə bilməz. Mümkündür, saxlasalar da yenə indi eləməsə 1 ildən sonra olacaq, 5 ildən bilmirəm, 10 ildən. Bu artıq vəziyyət. Amma İranın da baş verən bu hadisələri qaydaya salmaq istəyirsə dünya, deyək ki, Amerika sonra o bir başqaları bu məsələni orada demirəm, başqa millətlər qırağa atılmalıdır falan. Amma oranı idarə edəcək öz potensialına görə dövlətçilik məsələsində onların bütün əksəriyyəti orduda da, idarə olunmada da, elmdə də əksəriyyət Azərbaycanlılardır. O öldürülən alimlər də Azərbaycanlılardır. Qəhrəman da onların içində olanlar da Azərbaycanlılar. İndiki elə o ordunun da içində hamısında olan qüvvədir. Ona görə dünya ona rahat bəşəriyyət baxmalıdır. Dünyanı idarə edəcək, dünyanın düzəndə istəyən adamlar da həmin bu məsələləri başa düşməlidirlər və bir yerdə bu məsələ həll olunmalıdır. Sizlə sağollaşaq, əziyyət çəkdiniz, gəldiniz, bura qədər söhbət. Yox, mən sizi narahat elədiyimə görə bilmirəm. Amma yenə də deyirəm, hər halda mən elə sizlə görüşərkən fikirləşdim ki, bu məsələdə, yəni çox sağ olun, deməli bu məsələdə özümüzün səviyyəsində hansı halda, hamımız bir yerdə, millətimiz bunu möhkəm, hamı bir yerdə piramidanın başından aşağısına qədər hamı burada bir olmalıdır. Ən azı mənəvi birliyimizi... Söhbət elə ondan gedir. Mənəvi birliyimiz olmalıdır, ideoloji birliyimiz olmalıdır və bizim düzgün yolumuzda bütün o qalan şeylərin hamısını ortadan götürmək lazımdır. Siz də çox sağ olun ki, həmişə məsələm, elə bil ki, mənim özümün də məsələm, söhbətimiz olanda ölkəmizin, Azərbaycan dövlətinin məsələlərində həmişə sizin tribunadan, mediadan mən istifadə edirəm və heç olmasa öyle sözlərimi çatdırıram. Sağ olun, bundan sonra da yenə də həmişə istifadə edəcəksiniz. Çox sağ olun, var olun. Sağ olun.